Hamınızı salamlar dostlar. Mən bu gün sizlərə Huawei modemlərinin şifrəsini necə dəyişdirilir onu göstərəcəm. İlk öncə Chrome-a daxil oluruq. Axtarış yerinə 192.168.100.1-i yazırıq. Daxil oluruq və birinci çıxana giririk. Burada loginə giririk. Yenə login. Və burada sistemin adı ilə şifrəsi olur. O sizin modeminizin arxasında kağız var, orada yazılır modeminizin arxasında. Demək olar modemlərin hamısının adı root olur, ROOT yazılır. Sizdə fərqli ola bilər. Yenə də siz baxın. Şifrə isə hamısında fərqli olur. Bu şifrə ona görədir ki, siz bunu yazıb öz sisteminizə, modeminizin sisteminə daxil ola bilərsiniz. Mən indi adı ilə şifrəsini yazım, daxil olun, sonra qayıdacağam. Gördüyünüz kimi dostlar, daxil olmuşam. Deməli, burada biz gördüyünüz kimi ayarlara daxil oluruq. Burada VLAN yazılan hissə var. Ora daxil oluruq. Deməli, Huawei modemlərində əsasən 2 dənə olur. Biri 2.4G dəstəkləyir, biri 5G dəstəkləyir. Siz indi hansının şifrəsini dəyişdirmək istəyirsinizsə, ona basıb şifrəni buradan dəyişdirə bilərsiniz. Baxın, burada bir yer var. Baxın, burada. Görürsünüz. Bu basdığım yer var. Bura şifrənizi yaza bilərsiniz. Yeni şifrəni yaza bilərsiniz. Əgər şifrənizin görünməyini istəyirsinizsə, buradakı quş işarəsini götürürsünüz və şifrəniz görünməyə başlayır. Sonra isə əgər 5G-nin şifrəsini dəyişdirmək istəyirsinizsə 5G-yə basırsınız və burada gördüyünüz kimi 5G-nin kodu da gəldi. Baxın. Belə. Sonra şifrəni dəyişdikdən sonra isə təsdiqləmək üçün buradakı API yazısına basırsınız və artıq şifrə təsdiqlənmiş olur. Mən indi özüm dəyişmirəm ki, evdə bütün telefonlar Wi-Fi-yə qoşuldu, ona görə dəyişmirəm. Sağ olun, salamat qalın.